terapiya proqramından istifadə edərək yazdığında atanın bugünə kimi xatırlamadığın, görmədiyin, içəridə incik olduğun tərəflərini görməyə başlayacaqsan. Gördüyündə nə olacaq? Sən həyatından çıxacaq. Sən bir də baxacaqsan ki, həyat yoldaşının sənə qarşı münasibəti dəyişdi, oğul evladının sənə qarşı münasibəti dəyişdi. Niyə? Çünki içəridə olanı həll etdin. Hər şey içərdən çölə yansır ya. Ona görə bir şey ətrafda değişmeye çalışma. Tamam mı? Ətrafda bir şeyleri değişmeye çalışarsansa bu bilirsiz nəyə bənzəyir? Mən güzgüyə baxıram, saçım dağınıqdır. Güzgüdəki görüntünü düzəltməyə çalışıram və güzgüdəki görüntü düzəlməz. Neden? Çünki dağınıq olan mənim saçımdır. Güzgüdəki görüntünün düzəlməsi üçün mən bununla məşğul olmalıyam. Orada bir haksızlık mı seyredirsən? İçeride bir yerlerde var. Ona bakma durumundasan. Ona göre hayatında ne yaşırsan yaşa, hansı dönemden keçirsənsə keç, senin o dönemdeki onları necə yaratdığının fərqində olman üçün, o bədənindəki xəstəliyi necə yaratdığının fərqində olman üçün mütləq ki bir yazı terapiya proqramı var dostlar. Ona görə də proqramdan istifadə edərək bugünə kimi görmədiyin tərəflərini, onları necə yaradırsan, onları asanlıqla, gözəlliyə görüb onunla